Hər vaxtınız xeyir, Obyektiv efirdədir. Bugün ən həssas mövzulardan birinə toxunacağıq. Çünki burada söhbət yalnız sosial siyasətdən və dövlət proqramlarından getmir, söhbət uşaqların taliyindən, onların gələcək həyatından və xoşbəxtliyindən gedir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar cəmiyyətin ən həssas təbəqəsidir. Onların böyüməsi, psixoloji uyğunlaşması, hüquqlarının qorunması təkcə dövlət qurumlarının deyil, həm də ailələrin və bütövlükdə cəmiyyətin üzərinə düşür. Çünki hər bir uşaq sevgi və güvən içində böyüməyə layiqdir. Onların gələcəyi bizim bugünkü yanaşmalarımızdan və göstərdiyimiz dəstəkdən asılıdır. Dəstək modelləri də ki, əlbəttə var və uşaqlar üçün alternativ qayğı modellərini studiyamızın qonağı Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdürü Cavid Şahmalıyevlə müzakirə edəcəyik. Cavid müəllim, xoş gördük sizi. Xoş gördük. Çox sağ olun dəvətiniz üçün. Cavid müəllim, əminəm ki, bu iki proqramı qarışdıran tamaşaçılarımız hələ də var. Himayədar ailə ilə övladlığa götürülmə arasındakı əsas fərqlər nələrdir? Tamamilə düz vurğuladınız. Girişdə də qeyd elədiniz ki, bu cəmiyyətin yükü və cəmiyyətin üzərinə düşən məsuliyyət burada olduqca önəmlidir və həqiqətən də cəmiyyət tərəfindən də övladlığa götürmə və himayədar anlayış, ailə anlayışı adətən qarışdırılır və bəzən elə övladlığa götürmənin bir hissəsi kimi başa düşülür. Amma bunların hüquqi fəlsəfəsi, psixoloji və sosial missiyası bir-birindən tamamilə fərqlənir və bunu qeyd eləmək yerinə düşər ki, övladlığa götürülmə ömürlük bir marafondur uşaq üçün. Uşaq üçün hər şey dəyişdi kökündən. Uşaq artıq bioloji ailəsi ilə bütün əlaqəsini itirir. Uşaq yeni ailənin hüquqi bir üzvü olur, vərəsəlik hüququ əldə edilir, soyadı dəyişdirilir. Bu uşaq üçün bir dəfəlik həll yoludur, yəni onun hüquq və mənafeyi bu formada qorunmuş olur. Amma himayədar ailə barəsində biz bu sözləri deyə bilmirik. Çünki himayədar ailə deməli, layihəsinin əsas məqsədi keçid müddətində uşağa qayğı göstərməkdir. Bəzi uşaqlar bilirsiniz ki, öz doğma bioloji valideynləri ilə yaşaya bilmirlər. Səbəblər olur ki, bəzən valideynlər cəza çəkmə müəssisəsinə düşürlər, həbsə atılırlar. Bəzən valideynlər hansısa asılıqdan əziyyət çəkib reabilitasiya mərkəzlərinə düşürlər. Bəzən isə sadəcə tərbiyəsi və hüquq və mənafeyini qorumaq gücündə olmurlar və zorakılıq, ailədə zorakılıq olur uşaqlara qarşı. Belə olan halda təbii ki, dövlət üzərinə düşən missiyanı yerinə yetirməlidir və uşağı alternativ qayğıya yerləşdirilməlidir. Artıq məlumatınız var ki, ölkəmiz adında çox gözəl və unikal bir qayğı modeli formalaşdı. Yeni 2023-cü ildən artıq himayədar ailə qayğı modeli formalaşdı ki, məhz o uşaqlar ki, bioloji valideynləri ilə yaşaya bilmirlər, biz o uşaqları ailə qayğısı ilə əhatə edə bilək. Himayədar ailə qayğı modelinə qədər bizdə ailə qayğısı yox idi. Və hal-hazırda həmən o şansdır ki, biz o uşaqları ailə mühitində birə-bir ailə qayğısı ilə əhatə edərək o keçid müddəti üçün uşaqlarımızı qoruyaq. Və himayədar ailədə olan uşaqların övladlığa götürülən uşaqlardan fərqli budur ki, onlar ailənin hüquqi bir nümayəndəsinə çevrilmirlər. Ailə qayğını göstərən şəxsdir, ailə sevgini verən şəxsdir. Amma uşağın, himayədar ailədəki uşağın hüquq mənafeyini dövlət, dolayısıyla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qorumuş olur. Onun maraqlarını, onun hüquq mənafeyini qorumuş olur. Yəni, himayədar ailədəki uşaqlar müvəqqətidir və ilk anda, ilk şəraitdə onların bioloji ailələrinə qaytarılması istiqamətində əgər tədbirlər uğurlu alınarsa, uşaq bioloji ailəsinə qaytarılır. Məqsəd, dövlətin başlıca ali məqsədi bundan ibarətdir ki, hər bir uşaq öz doğma ailəsində böyüsün harda mümkündürsə. Əgər harda mümkün deyilsə, təbii ki, artıq alternativ qayğı seçimdir sadəcə. Bəli, çox doğru vurğuladınız. Bir məqamı qeyd etdiniz ki, bioloji ailə ilə tamamilə əlaqə edir. Hətta eşidəndə belə qulağa dəhşətli gəlir. Əminəm ki, bu uşaqlar üçün də çox çətindir və bu prosesdə yəqin ki, ən çətini də elə uşaqların, təbii ki, söhbət övladlığa götürülmədən gedir. Uşaqların yeni ailə mühitinə uyğunlaşmasıdır. Yəqin ki, burada psixoloji çətinliklər yaşayırlar. Əsasən hansı çətinliklərlə qarşılaşırsınız və dəstək mexanizmləri burada necə tətbiq olunur? Çox maraqlı sualdır. Çünki uşaqlar bilirsiniz, yeni ailəyə gələndə təkcə çamadanlarında geyimlərini gətirmirlər. Onlar özləri ilə keçmiş travmalarını da gətirirlər, qorxularını da gətirirlər, inamı da, inamsızlığı da gətirirlər. Bildiniz necə, atılma hissi varsa onu da gətirirlər. Uşaqlar ailələrə düşəndən sonra artıq ailəni sınamağa başlayırlar. Bir gün aqressiya müşahidə olunacaq, bir gün qapını çırpıb gedəcək, bir gün ümumiyyətlə danışmayacaq. Niyə? Bir dənə sualın cavabına görə. Görəsən, belə etsəm,
o məni yenə də sevəcək, yoxsa əvvəlkilər olduğu kimi məni atacaq? Yəqin ki, güvən formalaşdırmağa çalışır, güvənmək istəyir yəqin. Bəli, uşağın əsas məqsədi güvəni yaratmaqdır. O güvəni toxumaq istəyir, bağlılıqla gəlir güvən. Bizim işimizin xüsusilə də uşaqların ailə himayəsinə uyğunlaşdırılmasında sizin sualınıza cavab olaraq ən vacib amil burada bağlılığın düzgün formalaşmasıdır. Uşaq əgər stabil, aram, sakit bağlılıq qurarsa, orada sevgi və güvən tez bir müddətdə yaranacaq. Yəni o sınaq tez bitəcək və bizim də başlıca məqsədimiz agentlik olaraq bu proseslərdə ailələri tək qoymamaqdır. Bizim ailələrdən, elə izləyicilərimizdən, tamaşaçılardan, öz elə uşaqlarının tərbiyəsində də bu prosesdir. Uşaqların hər biri bu prosesdən keçirlər. Deməyimiz odur ki, heç bir uşaq pis deyil. Heç bir uşaq problemli də deyil. Tərbiyəsiz də deyil. Sadəcə uşaqlar bəzən bizləri sınayır. Onların dünyasını emmək lazımdır. Onları özümüzə uyğunlaşdırmaq yox, sadəcə onların dünyasını emmək, onları başa düşmək və daha sonra isə onlarla birgə o yola addımlamaq. Burada artıq qayğı və sevgi şərtsiz olmalıdır. Tərbiyə sual versəz, tərbiyənin sərhəddi varmı? Bəli, yoxlar, olmazlar, olmalıdır. Buna heç kəs qarışa bilməz. Amma bu uşağa zorakılıq edəcək səviyyədə, cəza anlamında olmamalıdır. Tərbiyə prosesində standart qaydalarınız yerində olsun, amma sevginizə şərt qoşmayın. Biz təəssüf hissi ilə qeyd edirəm ki, bəzən böyüklər bu məsələlərdə köhnə təfəkkürlə yanaşmağa çalışırlar. Elə bilirlər ki, qadağalarla və qadağalara şərtlər qoşmaqla, sevgini qadağa şərtinə qoşmaqla nəticə əldə edə bilərlər, amma belə deyil. Yəni, burada çox vacib məqam nədir? Sevgi şərtsiz olmalıdır. Çünki biz o uşaqlara nə söz vermişik? Söz vermişik ki, onların hər birinin marağını axıra qədər qoruyacaq. Biz onların vəkilləriyik. Onlar ailədə də olanda, dövlət uşaq müəssisələrində də olsalar, övladlığa verilsələr, onların hüquq və mənafələrini qoruyuruq, vaxtda sonra danışarıq. Bəli, uşaqların təməl ehtiyaclarını cəza predmeti etmək olmaz. Mən bu fikri həmişə dəstəkləyirəm və heç razı deyiləm ki, uşaqların təməl ehtiyacları üzərində cəza verilsin və boşuna da deyilməyib ki, uşaqlar evin güzgüsüdəsində onlar bizi təqlid edirlər. Odur ki, birinci özümüzdən başlamalıyıq əlbəttə. Razıyam. Cəvid müəllim, redaktorumuz hazırda mənə bir məsələni xatırlatdı. Himayədar ailə himayəyə götürülmüş olduğu övladını ilk dəfə bağçaya göndərir və bağçaya gedən zaman uşağın orada oyuncağını əlindən alırlar və onun dediyi ilk söz bu olur ki, anama bildirərəm ha, yəni artıq anama deyərəm, o sizi cəzalandırar və yaxud da ki, özünə müdafiə hiss etdiyi üçün ana adını dilinə gətirir. Bu təbii ki, çox təsirli bir məqamdır və bu məsələdən irəli gələrək elə bilmək istərdim ki, himayəyə götürülmüş uşaqların hüquq və mənafeləri necə müdafiə olunur, necə qorunur və burada təbii ki, təkcə fiziki məsələlər deyil, mənəvi məsələlər də göz önündə tutmaq vacibdir deyə düşünürəm. Buyurun. Çox sevindirici xəbərdir bu əslində. Çox sağ olun ki, bölüşdünüz. Anama deyərəm, həqiqətən də o qorumanın artıq indikatorudur. Çünki dövlətin əsas məqsədi uşaq müdafiəsini həyata keçirməkdir və himayədar ailədə o uşağın müdafiəçisi də birbaşa ailənin özüdür. Ona görə də biz himayədar ailəyə gəlib müraciət edənlərdə həmən o sevgini qiymətləndiririk. Ümumilikdə sizin sualın cavabı olaraq onu bildirim ki, həm övladlığa götürmədə, həm himayədar ailədə uşaqların müdafiəsi qanunvericiliklə tənzimlənir. Bəzən bizə sual verirlər ki, uşaq övladlığa verildikdən sonra nəzarətsiz qalır, xeyr qalmır, uşaq 18 yaşına çatana qədər peşəkar monitorinq qrupası tərəfindən izlənilir. Uşaq səhiyyə ehtiyacları qarşılanırmı, təhsil ehtiyacları yetərincə qarşılanırmı, ailədəki psixoloji ab-hava necədir, uşağa qarşı hər hansısa bir naxoş münasibət olubmu? Bu məsələlər hamısı illik, rüblük qaydada formalaşdırılır. Himayədar ailədə isə vəziyyətimiz yaxud işimiz daha ağırdır. Burada artıq birə-bir ailə ilə əməkdaşlıq edirik və uşaq da mərkəzdədir. Burada monitorinqlər də intensivdir. Ayda ən azı bir dəfə, ən ideal, uğurlu himayədar ailədə də belə ən azı bir dəfədən çox monitorinq edirik, çünki zərurət yaranır. O həmin o müsbət məqamları, o dəyişiklikləri izləmək istəyirik. Həm də burada bilirsiniz, himayədar ailədə deməli, biz ailəni tək qoymuruq axı. Ailə hər zaman o dəstəyi hiss eləməlidir. Telefonlarla əlaqə var, görüşlər var, təlimlər və konsultasiyalar davamlı olur komanda tərəfindən. Ona görə də elə bilirəm ki, bu məqamda hüquq və mənafelərin müdafiəsi dedikdə ilk növbədə monitorinqləri qeyd etmək olar. Amma ümumən isə hər iki kontekstdə, istər övladlığa götürmədə, uşaq artıq ailənin bir üzvüdür. Ailədə əgər digər uşaq varsa, o da onun kimi mirasa
sahib çıxır, varis olur, eyni hüquqlu üzv olur. Himayədar ailədə isə uşaq ailədə müvəqqətidir deyə onun hüquq və mənafelələri birmənalı olaraq dövlət tərəfindən təmin olunur. Yəni o ailənin bir üzvünə çevrilsə də anama deyərəm kontekstində, amma ailənin hüquqi üzvünə çevrilir. Cəvid müəllim, bir məqamı vurğuladınız və mənə çox maraqlı gəldi. Əgər ailənin öz doğma övladı varsa və himayəyə götürdüyü övlad da varsa, o zaman evdəki övladın yeni gələn uşağa münasibəti necə olur? Ümumiyyətlə, təcrübənizdə belə bir nümunə varmı? O, bizim biraz əvvəl danışdığımız uyğunlaşma prosesinin bir hissəsidir. Məsələn, uşaqla ilk görüşə gələn ailənin digər üzvləri varsa, məsələn, uşaqlar varsa ailədə, onlar da gəlməlidir. O görüşlərdə onların fikri mütləq nəzərə alınmalıdır. Bizim himayədar ailəyə gedəcək uşağın o uşaqlara nisbətdə fikirləri öyrənilməlidir. Yəni, bilirsiniz necə, biz qanunvericiliyi uşaq mərkəzli eləmişik, işimizin o həyata keçirilməsi hissəsində də uşaq mərkəzlidir. Bu məsələlər təbii ki, sual olaraq cəmiyyət hər zaman bu sualı verər, media bu sualı verməyə haqlıdır. Amma bizim üçün artıq rutindir də, yəni işin özünün bir axışıdır. Onsuz olmaz. Yəni ailədəki uşağın fikrini nəzərə almadan, ailəyə gedəcək uşağın fikrini nəzərə almadan və yaxud onların arasındakı adaptasiyanı nəzərə almadan bağlanmış bu müqavilə agentliyi və vətəndaş arasında bunun adı himayədar ailə müqaviləsi ola bilməz. Bu məcburiyyət olar. Himayədar ailə könüllülük əsasındadır. Orada sevgi və qayğı şərtdir. Onlar yəni elə bir anlayışlardır ki, onu pulla almaq olmur, onu zorla əldə eləmək olmur. O könüldən könüllü olmalıdır. Onlar bir-birlərinə elə adaptasiya uyğunlaşmalıdırlar ki, sonra artıq bizim ailədəki çətinliklərlə üzləşməyə. Ona görə də biz çalışırıq ki, ilk əvvəl uyğunlaşmanı düzgün həyata keçirək. Əgər bu mövzudan danışırıqsa, himayədar ailədən danışırıqsa, statistik göstəricilər də olduqca maraqlıdır və bu haqda bizim bir sujetimiz var. Təklif edirəm əvvəlcə onu izləyək, sonra davam edəcəyik. Buyurun. Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi, eləcə də onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilir. İnstitusional qayğıdan ailə əsaslı qayğıya keçidin təşviqi, uşaqların fərdi ehtiyaclarının nəzərə alınması və davamlı sosial dəstək mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdəndir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığa götürmə alt sistemi vasitəsilə müvafiq kateqoriyadan olan uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələri verilməsi istiqamətində işlər aparılır. Məqsəd hər bir uşağın təhlükəsiz və sağlam ailə mühitində böyüməsini təmin etməkdir. Qeyd edək ki, uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan himayədar ailə qayğı modeli valideyn himayəsindən məhrum olmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur. Övladlığa götürmədən fərqli olaraq himayədar ailə qayğı modelində uşaq ailəyə müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır, uşaq ailənin varisi hesab olunmur. 2023-cü ildən tətbiq edilən himayədar ailə qayğı modeli çərçivəsində 84 uşaq himayədar ailələrdə yerləşdirilib. Onlardan 48-i qız, 36-sı oğlandır. Dövlət tərəfindən himayədar ailələr müvafiq sosial dəstək tədbirləri ilə də əhatə olunurlar. Belə ki, himayəyə götürülən 6 yaşadək uşağa görə aylıq 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə isə 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir. Bununla yanaşı, himayədar ailəyə verilmiş uşaqların mövsümi geyimlə təmin olunması məqsədi ilə ailələrə hər rübdə bir dəfə, hər uşaq üçün 200 manat məbləğində bir dəfəlik müavinət verilir. Obyektivə baxırsınız, uşaqlar üçün alternativ qayğı modelləri haqqında danışırıq. Cəvid müəllim, burada digər bir məsələ isə uşağın bioloji ailəsidir. Hər iki halda, istər himayədar ailədə, istərsə də övladlığa götürmədə bioloji ailə ilə əlaqələr necə tənzimlənir? Bu məsələnin həm hüquqi incəlikləri var, həm də ailələr üçün bu məsələ psixoloji bariyerdir. Məsələn, himayədar ailədəki vəziyyət daha bu baxımdan çətindir. Ona görə ki, orada bioloji ailə ilə əlaqə var və dəstəklənməlidir.
Övladlığa götürmədə belə bir problem yoxdur. Övladlığa götürmədə bioloji ailə ilə bütün kontakt kəsilir. Artıq o ananın, o şəxsin uşaqla bağlı heç bir iddiası ola bilməz. Və o uşaq artıq o övladlığa götürmüş ailənin bir üzvüdür. Və bir çox hallarda da cəmiyyət daha çox bunu üstünlük verir. Yəni Azərbaycan cəmiyyətinin motivasiyası ilə budur ki, verirsinizsə mənim olsun, heç kəs o uşaqla maraqlanmasın. Və elə soruşmaq istədim ki, bu şərtdirmi bioloji ailə ilə əlaqənin kəsilməsi? Bilirsiniz, baxın, əvvəldə qeyd elədiyimiz kimi, ana, ata nə qədər çətinlikdə olsa da uşaq üçün baldır. Uşaq üçün anadır, uşaq üçün atadır. Bugün onlar hansısa bir reabilitasiya mərkəzində müalicə alırlarsa və yaxud həbsə düşüblərsə, o uşağın ürəyi onun yanındadır. Siz bəzən səfər eləsəniz, müşahidə eləsəniz, o uşaqları görəsiniz ki, kədərli, qəmli olurlar bir çox hallarda valideynlərinə görə. Onların hər zaman ürəklərinin arzusu öz doğma ailələrinə qayıtmaqdır. Təbii ki, burada ən vacib məsələ budur ki, əgər bu uşağın mənafeyinə xidmət eləyirsə, xidmət eləmirsə təbii ki, yox. Məsələn, mən sizə bir nümunə çəkim, dünən bu кейsi müzakirə eləmişik. Himayədar ailədə olan bir uşağımızı nənə tərəfindən ziyarət olunur. Amma o ziyarətlərdə uşağa qarşı elə ifadələr səsləndirilib ki, uşaq himayədar, tez bu görüş bitsin, məni himayədar anamın yanına qaytarın və mən bir daha bu görüşdə iştirak istəmirəm. Və təbii ki, orada dərhal protokollaşdırılıb, ailəyə xəbərdarlıq olunub və növbəti görüşün artıq olub-olmayacağı müzakirə olunur. Biz dəstəklədik. Dedik, nənədir. Görüşsün, haçansa ana da o prosesin dalınca gələ bilər. Yəni bir xətt qalsın, uşaqda aqressiya yaranmasın keçmişinə qarşı. Amma o görüşdə artıq nənə elə ifadələr səsləndirib, həm himayədar ailəyə yönəlik, həm səni buradan qutaracam. Uşaq da gərginləşir, uşaq hal-hazırda himayədar ailədə xoşbəxtdir, məmnundur, hər bir qayğısı təmin olunur. Ən əsası inamı, etimadı yerindədir, amma görürsünüz, belə məqamlar var. Himayədar ailədə, indi sualın birbaşa cavabı olaraq deyim ki, bu məsələləri biz tənzimləyirik o baxımdan ki, bioloji valideynlərin hüquqlarıdır, öz uşaqlarını görmək. Bilirsiniz, biz o arxayınlığı verməliyik bioloji valideynlərə ki, uşaqlarınızın himayədar ailədə olmağına görə narahat olmayın. Biz təzə prosesə başlayanda bəzi bioloji valideynlər narahat olmağa başladılar. Gəlib müraciətlər edirdilər ki, uşağımızı hara verirsiniz, övladlığa mı verirsiniz? Qanunvericiliyin tərəfləri, o hüquqi incəliklər dediyim məsələ, izah olunandan sonra arxayınlaşdılar. Yəni, bu elə bir xidmətdir ki, burada uşağın mənafeyi prioritetdir, amma bu mənafeyin ətrafında 3 nəfər var tərəf olaraq. Həm himayədar ailə o da tərəfdir, həm bioloji valideyn, uşağın doğma anası, atası o da tərəfdir, həm də bu prosesləri mediasiya eləyəndə, yəni o koordinasiya eləyən biz. Burada təbii ki, biz himayədar ailəni də qoruyuruq. Bugün vətəndaşlara, tamaşaçılara mən o güvəni vermək istəyirəm ki, dövlət sizi qoruyur o baxımdan. Siz uşaq götürürsünüz, amma bioloji ailə sizi tanımayacaq. Hətta o görüşlər olsa belə, o görüşlərdə biz belə təşkil edirik. Bioloji valideyn əvvəlcə himayədar ailə uşağı gətirir agentliyin yerli filiallarına. Ondan sonra bioloji valideyni dəvət olunur və uşaqla bioloji valideyn görüşür. O görüşlər bizim izləməmiz daxilində baş verir. Ondan sonra bioloji valideyn getdikdən sonra himayədar ailə gəlir uşağı götürür. Bu görüşlər ayda bir dəfə minimum olması müsbətdir ki, uşaqla bioloji valideyn arasında ünsiyyət kəsilməsin və gələcəkdə uşağın ailəyə qaytarılması potensialı aşağı enməsin. Çünki bizim, yenə deyirəm, ən ümdə marağımız budur ki, uşaqların maraqları, onlar öz doğma ailələrinə qaytarılsın. Yəni, uşaqlar üçün də yəqin ki, öz ailələrin yanında böyümək daha yaxşıdır. Bəs himayəyə götürülən uşaqlar arasında olurmu ki, cins seçim edilsin? Misal üçün, qız olsun, oğlan olsun, ümumiyyətlə o istək və yaxud da təklif necə formalaşır? Bu istəklərə biz qarşı çıxa bilmirik, heç çıxmamalıyıq da. Himayədar ailə olmaq istəyən hər bir şəxs həm cins seçimi eləyə bilər, həm deməli, yaş seçimi eləyə bilər. Məsələn, burada valideynin özünün də yaşı və təcrübəsi önəmlidir. Var, məsələn, regionlarda ailələr, analar, biblər, xalalar ki, məsələn, müraciət edirlər, onlar 13-14 yaşında oğlan və ya qız uşaqlarını istəyirlər və motivasiyalarını da izah edirlər. Var ailələr ki, məsələn, uşaqsızlıq problemi yaşayırlar və yaxud uşaqları evdə təkdir, onlar o uşaqlarının yaşına uyğun bir uşaq istəyirlər, ona uyğun cinsini müəyyənləşdirirlər. Burada yəni cins və yaxud da uşağın yaşının seçimi, hətta sağlamlıq seçimi belə bir meyardır. Məsələn, bizdə ailə var idi ki, uşağın məhz eşitmə məhdudiyyətli uşağın himayəsinə götürülməsini istəmişdi. Bizdə bir ailə var ki, yataq xəstəsi olan, əlilliyi olan uşağı himayəsinə götürüb. Yəni, tamamilə yataq xəstəsidir və o ailənin, o evdə, o uşaqla bağlı biz o uşağın nə qədər bundan sonra Allah onun ömrünü
ömür qaçsın, amma nə qədər yaşayacağını da bilmirik. Tam yataq xəstəsidir. Amma o ailə şəraitində onun yatması başqa bir onun inkişafı üçün, onun bundan sonraki həyatına həyat qatması üçün başqa bir dəstəkdir. O sevgini və dəstəyi hiss edir. O qayğını, o birə-bir sevgini hiss edir, görür və inanır artıq bu dünyada qayğıya. Ümumiyyətlə, bütün uşaqlarımız, valideyn himayəsindən məhrum olmuş uşaqlar, bax, bu birə-bir ailə sevgisini görsə, onların gələcəkdə sevgiyə, ailəyə, etimada, etiqadı çoxalar. Və bu da o deməkdir ki, onlar da gələcəkdə ailə quracaqlar, onlar da dünyaya uşaq gətirəcəklər, qorxmadan, çəkinmədən. Çünki artıq bu sınandı, özləri o sevgidən məhrum olmadılar. Və biz həqiqətən də istəyirik ki, bax, sevgi əsaslı olsun. Biz burada danışırıq, hər tərəfli müzakirə edirik, tamaşaçılar da izləyirlər. Amma o olmasa sevgi və o şərtsiz olmasa nəyə müzakirə eləyək? Qanunvericiliyi ümumilikdə müzakirə eləyək, amma ortalıqda axı bu xidməti həyata keçirən bizim nümayəndəmiz həmən o şəxslərdir, vətəndaşlardır ki, gəlib müraciət edib uşaqlara qayğı göstərirlər. Yəni, onlar əslində motivasiyaları həqiqətən də mərhəmətli olmalıdır. Cəvid müəllim, uşaqların kimlik və mənsubiyyət hissini qorumaq üçün əlbəttə burada vacib məqam övladlığa götürülən və yaxud da himayədə olan uşağa ailəsi haqqında məlumat verməkdir. Ümumiyyətlə, valideynlər bunu nə vaxt açıqlamalıdır, açıqlamalıdırmı? Ümumiyyətlə, burada peşəkar yanaşma necədir? Çox yaxşı sualdır və çox təəssüflər olsun ki, bəzən mütəxəssislərə yox, cəmiyyət kimlərəsə inanır və yanlış bir tendensiya yaranıb ki, uşağa bunu demək olmaz. Halbuki, uşağa əgər bu dürüstcəsinə əvvəldən deyilməsə, sonra onsuz da onu qonşudan, qohumdan, həmsə bir sənətdən öyrənmiş olacaq və bu əslində partlayan bir bombaya çevriləcək. Ona görə də bütün psixoloji, sosial elmlər sübut edib ki, uşaqla, övladlığa götürülən uşaqla arada dürüstlük pozulmamalıdır. Uşaq onu hiss eləyir. Bu və ya digər formada hiss eləyir. Onda o şəxsiyyətin kiləşməsi gedir. Ona görə də şəxsiyyəti tam saxlamaq üçün, uşağa etimadlı, güvənli saxlamaq üçün. Bəziləri düşünür ki, desəm ailədən qopar, yox, deməsəz qopacaq. Hasansa bilsə qopacaq. Amma desəz, onun deməyin tərzi var və biz onu həm ailə məcəlləsində, qanunvericilikdə müəyyənləşdirmişik 130-cu maddədir ki, uşaqlar 3 yaşın, hətta orada 3 yaş meyarı qoymuşuq ki, 3 yaşından etibarən deyilə bilər mütəxəssislərin, pedaqoqların dəstəyi ilə. Bunu bir nağıl formasında, bunu bir hekayə formasında, amma ailəni pisləyərək yox, bioloji ailəni pisləyərək yox, atılmısan, belə eləmirsən, var bəzən belə məqamlarla da üzləşirik. Qətiyyən, sadəcə biz səni seçdik, qayğıdan məhrum qalan bir insanı olaraq da bu mesajı vermək lazım ki, biz səni seçdik, sən bizim ailəmizə gəldin. Yəni, o uşağı mərkəzdə qoyub, o uşağın ətrafında hekayəni qurmaqla. Bu tamamilə bir sevgisi və qayğısı yerində olan bir şəxsin hekayə eləyə biləcəyi, hər kəsdə fərqli ola bilər, unikal hekayələrdir ki, bu günləri biz bunları valideynlərlə danışırıq ki, bu hekayələri unutmayın və tövsiyə edirik ki, uşaqla bölüşün və biz də öz dəstəyimizi təbii ki, təklif edirik belə vəziyyətlərdə. Təşəkkür edirəm Cəvid müəllim, bu həssas mövzunu bizimlə bölüşdüyünüz üçün. Bir daha sizə bu həssas, nəcib fəaliyyətinizdə uğurlar arzulayıram. Mən də təşəkkür edirəm. Valideyn himayəsindən məhrum olmuş uşaqların alternativ qayğı ilə əhatə olunması bizim üçün uğurdur və heç bir uşaq ailədən, qayğıdan kənar qalmaması arzusuyla mən də sizə efirinizə təşəkkür edirəm. Bəli, bugünkü müzakirədən çıxan nəticə aydındır. Valideyn himayəsindən məhrum olmuş uşaqların taleyi yalnız dövlətin deyil, hər birimizin bütövlükdə cəmiyyətin məsuliyyətidir. Onların xoşbəxtliyi bizim bugünkü yanaşmamızdan asılıdır. Gəlin birlikdə uşaqların gələcəyinə ümid, güvən və sevgi bəxş edək. Çünki onların sabahı elə bizim sabahımızdır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, sağlıqlı qalın.